ikna etməyə çalışırlar. Ajan olum deyə. O dedi sənə tərs kələpçə bağlayacağam. Dedim ki, yəni tərs kələpçənin qorxmuram da bağla. Dedilər ki, bu qadın terrorist və gözünüzü bunun üstündən ayırmırsınız. Suyun içinə şəkər qatıb elə qidalanırdım. Qadın janım dedi ki, bu yuxarıdan əmr gəlib, yəni bizdə bir şey deyillər. Və mənə onlara göstərib dedilər ki, siz könüllü olaraq deport olmasanız, bax belə bir formada gedəcəksiniz. Ayın 21-i, avqustun 21-i gözaltına alındım. Ondan 2 həftə öncə oturum iznini uzatmaq üçün başvuru etdim. Mən IBAN atdı və mən də pulu ödədim. 2 dəqiqə üstündən keçməmişdi ki, zəng gəldi. Başvuru etdiniz, amma yanlış yerə ödəmə etmişsiniz. Dedim ki, necə yəni mən 2 ildir eyni yerə ödəmə edirəm, eyni yerə başvuru edirəm. Dedilər saat 11-də 102-ci otaqda İstanbul Valiliyi var. Ora gəl. Getdim valiliyə, İstanbul Göç İdarəsi Valiliyi müdürlüyünə. Resepsiyonda məni polis qarşıladı. Bu da məni otağa itələdi. Və bunlar hər şeyi bilirlər. Yəni telefonumu falan dinləyiblər, yəni. Elə kiçik detallar dedilər. Bir də ailəmdən falan vurdular. Yəni sonra mənə dedilər ki, sənin Azərbaycanda da məlum səbəblərdən gedə bilmirsən. Bir şəkili açdı. Dedi ki, bunu tanıyırsan. O şəklini göstərdikləri dostum da bir oğlan dostum idi. Yox, biz səninlə bununla ilişkini, münasibətini daha da dərinləşdirmək istəyirik. Dedim ki, yəni yox da, mən elə bir şey etməyəcəm. Sonra mən 2 həftədən sonra məni dəhşət sivil izləyirdi. Yəni ayın 21-i, yəni işdə idim. 6 dənə gəldi sivil polis, sivil geyimində. Sən bizlə gedirsən. Dedim, okey, problem deyil. Üstümü dəyişib elə gedim. Üstündə də şeyim vardı. Yəni iş tişörtüm vardı. Dedilər, yox, üstünü dəyişmədən bizlə gedəcəksən belə. Aşağı inəndə pilləkənlərdən məni itələdi. Mən də pilləkənin taxtasından tutmuşdum. İtələdi məni. Mən də qışqırdım ki, yəni niyə itəlirsən, axmaq? O dedi, sənə tərs kələpçə bağlayacağam. Dedim ki, yəni tərs kələpçənin qorxmuram da, bağla. Bəs polis idarəsinə getdik. Orada da 2 saat falan gözlədim. Bir sənəd imzaladılar və dedim sənəddə oxuyub sonra imzalayacağam. Dedilər oxumayacaqsan. İş yerimdən alındıqlarını yazmamışam. Sadəcə küçədə şübhəli göründü və şübhəli göründüyü üçün gözaltına alındı. Dedim yaxınlarıma xəbər etməlisiniz ki, polis idarəsinə gedib polis idarəsinə xəbər edəcəksən. Dedilər yox, yerində mərkəzinə gedəcəksən, elə yaxınlarına xəbər edəcəksən. Kadıköydə ora gətirdilər GBT olan məkana. 2 məmur qarşıladı məni. Qadın məmur dedi ki, sənin Türkiyəyə giriş yasağın var və Türkiyədə sən axtarışdasan. Uzun müddət öncə qoyulub sənə Türkiyəyə giriş yasağı. Dedim ki, mən 2 il Türkiyədəyəm və uzun sürə öncə qoyulubsa, mən necə oturum izni alıb, mən dəfələrlə GBT-də olmuşam, dəfələrlə polis məsləhəti necə ola bilər? Sonra oradakı qadın məmur dedi ki, sənə bir kod qoyublar. Mən o şey anladım orada, yəni terror kodu qoyublar, terroruna. Çünki oturum iznim var, çalışma iznim var, hər şey okey. Terror kodu qoyublar mənə. Çünki mənə ajanı təklif rədd etdim ya, mənə demişlər ki, sən özün də bizim gözümüzdə terroristlərlə yaxın olan terroristsən. Fatih Emniyyət deyilən ora gətirdilər. Ayaqqabımı dedilər ki, ipini çıxart. Mən də dedim ki, niyə çıxardım ipini? Oradakı adam məmur gülə-gülə dedi ki, özünü öldürərsən ona görə. Balaca minibüsün içində 7 dənə qadın var idi. Ora girdim və qadınlar dedi ki, qadınlar su istəyirdi. Qapını tıkıtmaya başladım. Gəldilər, dedim ki, niyə su vermirsiniz də, biz su istəyirik. Su yox dedilər. Tualetə getmək istədim və tualetə də deyim, tualet çox balaca bir tualetdir bu. Yəni ora, yəni 1 saniyə belə girsən xəstəlik o xəstəliyə bulaşma şansın çoxdur da. Şortikdə və kropdaydım deyə paltar istəmişdim dostlarımdan və dedim ki, mən hansı küçədə olduğumu zəng edeyim, deyim ona ya da sizin telefonuna zəng edeyim deyim. Yəni çünki çox üşüyürəm və çox rahatsızam. Bir polis vardı, kişi polis çıxdı dedi ki, seks işçiliyi, oruçluq etməyə gəlmisən və belə geyinməsəydin, oruçlusan ona görə. O dedi ki, siz bunlara çox üz verirsiniz, niyə bunları təskil eləmirsiniz? Hələ bununla çox bu danışır bir yaxdan falan. Söyüş-söyən polis mindi minibüsə, minibüsün ən önündə oturdu və o ən çox su istəyən qadın özbək bir qadındı və deyəsən bir şəkər xəstəliyi vardı bu arada o qadının. Bir baxdım ki, qadın dedi ki, Allah sizin bəlanızı versin və polis qadını təpikləməyə başladı. Qaça-qaça gəldim, dedim ki, sən necə bir qadına əl qaldıra bilərsən? Qışqırıb belə üstünü itələdim və o qadını buraxdı. Mən saçımı toplamışdım belə. Saçımdan tutdu və var gücü ilə özünə çəkib başımı yumruqlamaya başladı. Başımın arxasını falan o yumruq. Və polislər bunu
Məni bunun əlindən ala bilmir də. Bu məni buraxdı və qapını bağladılar. Bu gəlib avtobusa yumruq, təpik və o qədər iyrənc söyüşlər söyür ki, yəni inanılmaz iyrənc söyüşlər söyür. Sonra mənə dedi ki, sən bilirsən biz burada elə insanlar dövdük, elə qadınlar dövdük, ölümünə belə dövdük, heç kimsənin xəbəri olmadı. Sonra bir komutan gəldi, rəis, dedi sənin başı bədəndən ayırım. O da dedi ki, ayır. Və maşına mindi, qadının əlindən tutub bildiyim avtobusdan çölə tulladı. Adamın gözü bağlanar, qulaqları kar olar. Yəni beynimə belə siqnal gəldi, udar kimi bir siqnal və mən çökdüm yerə. O anı xatırlamıram sonra nə oldu, nə yaşadım. Yəni bilmirəm. Sadəcə avtobusun içində olan qadınlar məni qaldırıb oturacaqda otuzdurdu. Sonra qadını dövüblər, avtobusun içinə atıblar. Yəni şiddət görmüşük, bununla bağlı rapor aldıq. Mənim qolum mosmor olmuşdu, başım şişmişdi və deyəsən çox tez-tez qusurdum, gözüm falan şişmişdi. Hər kəsin sumkasını stolun üstünə boşaltırdı. Mən sumkamı dedi ki, yerə boşaltacaqsan. Dedi, indi diz çök, topla bunları. Dedim ki, mən diz çöküb toplamayacağam. Sonra mənə 4 səhifəlik bir şey imzalatdırdılar. Və dedim ki, bunu oxuyub sonra imzalayacağam. Çünki türkçəm okeydə var da. Kağızı tutdu əlinə və saçımı tutdu və məni yuxarı qaldırmağa çəkdi. Yəni yuxarı qaldırdı və bunun üstümə gəlib kağızı da örtürlər və bir də saçımdan tutub belə-belə çəkir ki, yəni oxumadan imzalayacaqsan. Mənim ki, yəni bu acıdan qurtulayım, xilas olayım deyə imzaladım ki, yəni başımdan keçsinlər də. Adaya kampa götürdülər və kamp da dəhşət pis idi, yəni. Və orada da otaqlar şeydi. Hamam yox idi. Tualet 2 dənə tualet vardı. Çox iyrənc bir durumda və otaqlarda kravat yox idi, pastel yox idi, yorğan yox idi, heç bir şey yox idi və yerdə yatacaqsan. Və mən o axşam da çox yorğun idim. Yəni bir orada gürcü qadın vardı. O mənə sadəcə şeyini verdi, bir balaca bir dəsmal verdi və ona bürünüb dəmirin üstündə, dəmir yatağın üstündə elə yatdıq. Mənə yenə çağırdılar. Bu dəfə yenə mənə ajanlıq təklif edən şəxslər gəlmişdi. Oturdum. 3 saat yenə eyni şeylər danışmağa başladılar. Yenə mənə iqna etməyə çalışırlar, ajan olum deyə. Mənə dedilər ki, sən ajanlığı qəbul etsəydin, indi burada deyildin. İndi oturub bir açıq bir qəşəng restoranda oturub səninlə kahvaltı yapıyorduk. Sonra dedilər xüsusi olaraq səninlə 8 mart yürüyüşünə getmək istəyirik. O nəyi deyir, nəyi sözünü vurur? 8 mart yürüyüşündə mənim 2 dənə pankartım vardı. Bir, heyvan və trans cinayətləri politikdir. Bir də Azərbaycanda tutulan 8 qadın var. Onun 2 pankart vardı və məni alana buraxmamışdılar. O 2 pankartımın da şəklini çəkmişdilər. Bundan öncə sandılar ki, onlar Kürdlər, Kürd gazetecidirlər. Sonra ki, yox, Azərbaycanlıdırlar. Sadəcə dəstək üçün onları bura yəni oradan söz vurur ki, yəni sənin xüsusi olaraq sənin 8 mart yürüyüşünə getmək istəyirik. Dedi, bəs Azərbaycanda elə bir şeylər olmur. Sonra dedi, biz səni Azərbaycana göndərmək istəmirik əslində. Mən tez-tez qusurdum. Ən son qusmağım gəldi. Məni qadın polislə göndərdilər. Qusdum və geri gəldim. Bunlar gördülər ki, vəziyyətim yaxşı deyil. Sadəcə mənə dedilər ki, sən yemək yemirsən? Dedim, yox. Dərman içmirsən? Dedim, yox. Sizə Türk polisi qoruyur falan demişdiniz. Yəni su istədiyim üçün məni bu günə, bu hala salıb da. Dedilər ki, bir-birlərinə, bu məncə bizim istədiyimizi edəcək bir durumdadır. Nəsə gəlib mənə üzümə belə şillə vurdu, dedilər ki, özündəsən, yenə sabah gələcək və bilir ki, sən bizə yardım edəcəksən də. Yəni dedilər ki, bunu xəstəxanaya götürün. Xəstəxanaya getdim, yenə də eyni şey, rapor aldım, gəldim, heç bir şey etmirlər yəni xəstəxanada. Səhər oldu. Dedilər ki, sənin pasaportun hardadır? Dedim ki, mənim pasaportum evdə idi. Dedilər ki, telefon mənim zərflərim yox idi. Dedilər ki, telefonunu alacaqsan, dostuna zəng eləyəcəksən və deyəcəksən ki, mənim pasaportumu gətirsin. Vəkilim gəlmiş, bir dənə jurnalist gəlmişdi, bir də dostum gəlmişdi və onları vəkilim mənimlə görüşdürməyə icazə vermədilər. Dedilər ki, pasaportu ver, ondan sonra sən ancaq vəkillə görüşə bilərsən. O deyib ki, elə şey olar, mənim vəkilimə yəni pasaportu verməyəcəm. 3 dənə əsgər çağırdılar, əsgər yox, jandarma. Biri komutan idi, ikisi də əsgər idi. Dedilər ki, bu qadın terrorist və gözünüzü bunun üstündən ayırmırsınız. 1 saniyə belə gözünüzün üstündən bunu ayırmırsınız. Və orada oturacaq, o sandalyədə və ayağa belə qalxmayacaq. Polisin dövməsi belə bu qədər ağırlı deyildi də. Mən o 11 saat o stolda oturmağım, yəni ölümü gördüm və gəldim və dedim ki, yəni öləcəm də, yəni okey. Çünki o qədər ağır hiss edirdim. Gecə saat 12-dən 1-ə keçirdi, 12 idi də. Çatalcaya göndərdilər. Xüsusi olaraq məni tapşırdılar ki,
bax bu terrorist, gözünüzü bundan ayırmırsınız və başqa qadınlardan ayrı oturdurursunuz. İnanılmaz pis davranırlar. Belə qışqıraraq, bağıraraq. Çatalca'da da eyni idi. İçəri girdim və qadın dedi ki, üstünü çıxart. Mənim ki, siz çıplaq arama edirsiniz. Bu yasaq bir şeydir, yəni qadağan olan bir şeydir. Məhkəmənin qərarı olmaz. Üstümü çıxart dedim, üstümü çıxartmayacağam. Mən o cropla şort geymişəm. Yəni üstümdə nə var ki, onsa bu gün mənə 10 dəfə arama ediblər. Bu ən iyrənc axtarma növlərindən biridir də. Yəni əlini başının arxasına qoyursan və ayaqlarını aralayıb oturub durursan və bu yasaq bir şeydir. Bu arama növü, işgəncə bir növüdür. Mən avqustda getmişdim, yay idi da, isti, qoxu və hər kəs koridorda yatmışdı. İsti su yox idi, nə içmək üçün. İçmək üçün də yox idi bu arada. Gedib ancaq kantindən ala bilirdin. Havalandırmaya çıxanda isti su sənə vermirdilər. Həkim inanılmaz problem. Mən onsuz da ora getdikdən bir həftə sonra dəhşət xəstələndim. Soyuq su içmədiyim üçün. Mən orada 2 dəfə sudurqa keçirtdim. Qızdırmam qalxdı və bunlar da ürək ağrısı, qızdırma, hər şeyə parol verirlər bu arada, hər şeyə. Sudurqa oldum. Gecə saat 1 idi, 2 idi. Xəstəxanaya götürdülər. Terror kodu ilə olduğum üçün mənimlə 4 dənə jandarma gəlmişdi. Özəl insanlar üçün olan kareska olur, ora otuzdurdular. Və ora oturmuşdum, jandarma təpik vurdu. Aktrisalıq etmə, oyunculuk etmə, gözünü aç. Sonra mənə serum taxdılar. Serum otağı da çox balacaydı və polislər də ora girmişdi. Başımın üstündə TikTok atıb TikTok izləyirlər və çox səsli danışıb, çox səsli gülürlər. Uzandığım kravata da polis təpik vurur. Tez-tez ki, özvə gəl, oyunculuk etmə. 4 gün işte o antibiotik içdikdən sonra sağaldım. Sonra duş almağım da məcburiyyətdən soyuq su ilə olduğu üçün, yəni yenə xəstələndim. Yenə sudurqa keçirmişdim, amma bu dəfə məni həkimə götürmədilər də. Mən orada 2 həftə mən ac qalmışdım, 1 həftə ümumiyyətlə ac qalmışdım. Çünki vegan yemək yox idi, yeməmişdim. İkinci həftədə suyun içinə şəkər qatıb elə qidalanırdım. Mən orada olduğum 2 ay müddətdə qadına istifadə etdiyi pedlər vardı və vaxtı keçmiş pedlər dağıtırdılar. 2020-də suruku keçib onu qadınlara verirdilər və çörək küflü çıxdı. Gedib bunu məmura deyəndə ki, dedik ki, yəni vaxtı keçmiş çörəkdir. Məmur da bizə demişdi ki, burası sizin üçün 5 ulduzlu otel deyil. Və bəzən dərman dağıtımlarını da etmirdilər. Qadağan qoyublar, ancaq dərman saatına gəlib ala bilər dedilər. Paltarlar gəlirdi, məsələn, qışlıq gəlmişdi. Mən məsələn qışlığımı alamadım. Sən məhkəməni uduzmusan da, müdirlə görüşməyə gedirsən. Okey dedim. Bu arada üstümdə də çox şey yox idi. Hamamdan mənə ait ayaqqabımı belə dəyişməyə icazə vermədi də. Və mənə ajanlıq təklif edən birisini o idi. Normalda normal göçmənləri belə deport edirlər. Sadəcə 3-4 dənə jandarma. Mənimlə avtobusun içi dolu idi. Jandarmadan başqa 2-3 dənə kişi də vardı. Və havalimanında otağa girdim. Bir sürü insan var idi də belə. Yəni necə deyim, hər kəs gəlmişdi. Çatal Üzgəri Göndərmə Mərkəzinin müdürü, YTS koduna baxan məmur, İstanbul Valiliyi müdürü, o da oradadır. Sonra dedilər ki, sənin əllərini bağlayacaq. Çıxartdı jaket idi. Bütün bədənimi belə sardı, qollarımı falan belə qaldım yəni. Ayağımı da bağladı və tısbağa kimi ancaq gəzə bilirdim. Və ağızlıq da itlərin ağzına taxırlar və elə bir şeydir və international olaraq qadağan bir şeydir. Bunu taxa bilmərsiniz. Qadın jandarm dedi ki, bu yuxarıdan əmr gəlib, yəni bizdə bir şey deyil də. Dedim ki, mənim qapalı alana fobiyam var və mən dərmanımı içməmişəm, panik atağım var. Heç vecin olmadan taxdı. Bir otağa saldılar, ağzını bağladılar bu arada yenə. Və orada göçmən insanlar vardı. Və mənə onlara göstərib dedilər ki, siz könüllü olaraq deport olmasanız, bax belə bir formada gələcəksiniz. Məsələn, sürpriz deport olan bəzi qadınlar geri gəlirdi. O da niyə geri gəlirdi? Qadın təyyarədə bir işarə edib, bir bağırı falan. Hosteslər ya da pilot bunu görəndə o qadını təyyarəyə almır. Gediblər pilotla danışıblar. Hosteslərlə danışıblar. Ən birinci təyyarəyə məni mindirdilər və arxa oturacaqlar hamısı bomboş idi. Və hosteslər üzümə baxmırdı. Bir qadın gəldi, dedi ki, bu arxa tərəfə hosteslərə, bu arxa tərəfə heç kimsəni almayacaqsınız. Heç bir sərnişin binməyəcək. Sonra mən təyyarədə idim. Yenə əlim, ayağım, ağzım bağlı oturmuşam. Gəlib mənim 3 dəfə şəklimi çəkdilər. Və birisi telefonla zəng edib dedi ki, həll olundu. Yəni oldu. Sizə fotoğrafda yolluyorum. İstanbuldan Bakı 3 saatdır da. 2 saat keçmişdi. Ücə biz Azərbaycanın üstündə idik. Mənim əllərimi açdılar. Dedilər, ücə öz ölkəndəsən.